Anadan icazəsiz qazanın qapısını aça bilmirsən. Analarımızın qədri bilinir. Analar var ya, qəddardır. Uşağa qoymur yemək yesin ürək istəyəndə. Səhər yesən, gün orta axşam. Qurana ağzın cıran o qazana əlini atsa. Konfeti belə sayla qoyur qabağına. Ay, qıcıq oluyorum. Mən fikirlərimizə hörmətlə yanaşıram. Elə eləyən insanlara pis baxmıram. Amma mən elə eləyə bilmərəm. Məsələn, mənim evladım evdədir. O kalpasadır, mən onu ona sayla verə bilmərəm. Onsuz da o bir dilim onu artıq yeyəndə mən nə varlaşmıram, nə kasıblaşmıram. Və yaxud da mən evdə nəyisə uşağı qısıtlaya bilmərəm. Sən bunu mən sənə icazə verəndə götür ye. Mən qınamıram ha, amma mən onu eləyə bilmərəm. Mənim xarakterimdə o yoxdur. Mən qısıtlaya bilmərəm. Yəni, indi o yedi getdi. So. Elə ailələr var ki, bu yedin, səhərə qədər acından cırılsan da yeyənmərsən. Stolda nə yedin. Disiplin budur. Amma indi axşam durub atsam onu yemək verəcəm. Amma elə ailələr var ki, icazə yoxdur. Bunu yedim, burada da qaldım. Uşaq da qorxusundan atsa belə demir.